Salam əziz 9-cular, 5 aprel 2026-cı il 9-cu sinifin buraxılış imtahanlarının suallarına birlikdə baxaq. Suallarımıza listeningimiz yoxdur deyə dinləməmiz. Ona görə gəlin short tekstlərdən başlayaq. Gəlin oxuyaq əvvəl. Dear travelers, əziz səyyahlar, please remember to arrive at the airport at least 2 hours before you fly. Zəhmət olmasa aeroporta uçuşunuzdan 2 saat əvvəl gəlin. Before. Make sure you have your passport and ticket with you. Pack your, zəhmət olmasa, əmin olun ki, pasportunuz və biletiniz özünüzdə olduğundan əmin olun. Pack your luggage carefully and read the basic rules about what you can bring. Yükünüzü diqqətlə paketləyin və sadədir nələr gətirə biləcək olacaq qaydaları da oxuyun. Don't forget to bring some food and water for your trip. Have a safe, enjoyable journey. Don't forget nəyi unutmayın. Biraz qida və su səyahət üçündür. Qida və su gətirməyi unutmayın. Have a safe and enjoyable journey. Best regards, travel agency, bravo. Budur xoş istirahətlər və hörmətlə travel tur agentliyi bravo. Burada nədən söhbət gedir? Passengers will be provided with food and water by the agency. Deyir ki, sərnişinlərdir, qida və sudur agentlik tərəfindəndir veriləcək. Xeyr, agentlik tərəfindən deyildi bu. Burada nə haqda nə idi? Özünüz gətirmək var. Deyir, don't forget bring. Deməli, bu səhvdir. Burada doğru cavablarımızı seçirik yəqin ki. Görək növbəti. Travel agency will prepare new rules about taking something to the pride. Yenidir qaydalar deyir. Yox, burada basic rule, yəni sadə qaydalar oxumağı artıq var idi. Onlar üçün nəsə hazırlamırdı. Artıq qaydaları oxuyun deyirdi. Öncədən var idi deyə. Bu da yanlışdır. Passenger should be at the airport only an hour before the. Yalnızdır 1 saat. Onunla olan cümlələr adətən yanlış olur. Ona görə bunu da götürmürük. Bunları çıxdıq artıq. Bir dəqiqə deyəsən. Aha. Və burada dedik onlu var. Burada amma deyirdi ki, bizə nə vaxt deyir? 2 saat əvvəldir orada olmamızı bizə məsləhət görürdü. Agency ask passengers not to forget taking their passport and tickets. Bax, bu var idi, deyir. Agentlik deyir, məsləhət görürdü ki, nəyi unutmayın? Pasportumuzu və nələrimizi? Pasportlarımızı və biletimizi unutmayaq. Baxın, bu cümləmiz burada artıq var idi. Vardı idi, baxın. Burada altından xətt çəkək indi. Pasportu və gətirməyi unutmayın. Y variantında isə deyir, travelers are not allowed to take luggage with them. Onlar deyir, özlərində yük götürməyə icazə verilmirdi. Axı, verilirdi. Burada baxın, deyir ki, yüklərinizi pack your luggage careful, diqqətlə. D variantı doğrudur burada. 6-cı tapşırığımıza baxırıq. Deyir, dear teachers, əziz müəllimlər, there will be a picnic this Saturday at 11 p.m. for the teachers of the school in the park. If family members want to join the picnic, they should pay half the price of the bus journey. Everyone should bring their lunch, come and have fun together. Sincerely, Teachers Club. Müəllimlərə ünvanlanmış bir təklifdir və onlar deyir ki, nə deyir? Teachers müəllimlər klubu tərəfindən şənbə günü saat 12-də piknikə dəvət olunurlar, deyir, məktəbin parkında. Və əgər ailə üzvləri də deyir, piknikə gəlmək istəyirlərsə, onda gərək deyir, onlar qiymətin, avtobus səyahətinin qiymətinin yarısını ödəməlidirlər. Half, bu hissəyə diqqət edirək. Bu half, bu hissəyə. Everyone should bring their lunch. Hər kəs deyir, öz deyir, qəlinaltısını gətirməlidir. Come and have fun together. Gəlin və bu hissələri artıq bizə çox düşmür. Və A variantına baxaq. Teachers will go to the picnic organized for them next week.
Deyir müəllimlər gələn həftə sonu onlar üçün deyir təşkil olunmuş piknikə qatılacaqlar. Bu deyir bu həftə idi. This Saturday idi. Picnic will be held, burada isə deyir next weekend. Amma burada gələn yox, bu həftə idi söhbət. Picnic will be held early in the morning at the weekend. Həftə sonunda deyir səhər çağı olacaq, erkən olacaq. Amma burada saat 12-dir. These family members are not allowed to bring lunch for the picnic. Ailə deyir üzvlərinə deyir ehtiyac yoxdur deyir qəlyanaltı gətirməyə piknik üçün. Amma burada deyir gərək onlar nə idi deyir ödəyirlər və ümumiyyətlə belə bir variant yox idi. Bunu saxlayaq. Everyone attending picnic should pay half the price of the journey. Hər kəs deyir gələnlər ödəniş ödəməlidir, yarısını ödəməlidir. Amma burada yalnız ailə üzvləri idi. Əgər ailə üzvləri gəlmək istəyirsə, yarısını ödəməlidir. Teacher should take their lunch with them to the picnic. Və burada bəli bizə deyirdi ki, everyone should bring their lunch. Yəni hər kəs nə etməli idi? Bütün müəllimlər öz necə deyirlər? Qəlyanaltısını özləri ilə gətirməli idi. Ən doğru cavabımız bəndi uyğun gəlir. Digərlərində isə tam uyğunluq yox idi. Yaxşı, indi isə baxaq görək növbəti dinləməmiz nə haqdadır. Dear Kathleen, I invited you to my birthday party at my cousin's house this Friday. Əziz Kathleen deyir, mən səni deyir, öz 5-ci gün deyir, xalam uşaqlarının evində olanda ad günümə dəvət edirəm. Hardadır bunun ad günü? Cousin's house. Bir dəqiqə belə daha qəşəngdir. Nəyə dəvət edir? Ad gün şənliyinə. Nə vaxt bu cümə günü? Let me explain to you how to get there. Qoy sənə izah eləyim ora necə gedəcəksən. If you take your car, drive directly on Forest Road, then drive past Brownsville and take exit 30A. Əgər deyirsən deyir maşını deyir diqqətlə deyir düzdür Forest Road-la sürsün və deyir Brownsville-dən deyir keçsin və deyir nəyə çat 13A-yə dən başqa. Drive down the road there and turn left deyir. Oradan deyir aşağı düş və sür və deyir sola dön. Turn left. It is the first big house on the right. Bu deyir birincidir, ən böyük evdir deyir sağdakı. See you there. Sən orada görüşənə gəl. Love Mary. Deməli bunu kim verirdi? Larry, yox Mary kimə yazıb? Kathleen-ə yazıb. Deməli indi bizim dəvətçimiz olacaq kim? Dəvətçimiz olacaq bizim hansı qızımızdır? Mary'dir. Kimi dəvət eləyib? Kathleen-i dəvət eləyib və burada da baxırıq görək nə? Burada baxacaq. Kathleen sends Mary the home address of her cousin. Kathleen deyir, Mary'yə göndərib deyir, onun deyir, cousinlarını, kuzenlərinin, xalas uşaqlarının evlərini. Axı burada Kathleen deyildi, bu Mary idi. Burada bu Kathleen səhvdir. Mary asked Kathleen to come to her birthday party by her cousin's car. Deyir, Mary deyir, Kathleen-dən xahiş edir ki, onun adı gününə, onun kuzenlərinin, xalası uşaqlarının, əmsi uşaqlarının maşını ilə gəlməyi deyir, xahiş edir. Burada belə də deyildi, xeyr, orada özün gəl deyirdi. Mary invites Kathleen to her birthday which will be next Friday. Mary deyir, Kathleen-i deyir, dəvət edirdi, hansı ki, növbəti gələn. Baxın, burada yazılıb ki, bu hissələrə həmişə fikir verin. Növbəti 5-ci gün. Amma burada bizdə mətnimizdə isə dedi ki, bu həftə. Bu həftə deyir. Ona görə olmaz. O səhvdir, bu da səhvdir. Deməli, bunu da səhv elədik. Mary describes the way to her cousin house to Kathleen. Bəli, Mary deyir, Kathleen-ə onun xalas uşaqlarının evlərinin yolunu
neyini təsvir edir. Bəli, bu var idi. Baxın, burada elə deyir ki, bura dön, ora get. Hamısı vardı. Y-yə də baxaq. The house of Mary's cousin is the last big house on the left. Soldakı deyir. Amma burada nə deyir? Sağdakı birinci özü. Burada deyir axırıncı, amma orada birincidir. D variantımız doğrudur. Belə bizim short tekstlərimiz artıq hazırdır. İndi keçək digər mətnimizə. Mətnimiz Cano crystals is a unique and colorful in the Colombia, South America. Yəqin bu ERS sözü olur. Bunun yarısı yaxşı düşməyib. Və nəsə burada Rive. Burada olacaq. Bunun burada Rive olmalıdır. Bizim belə deyək, PDF'imizdə problem var. Deyir, Cano crystals deyir, nadir və rəngarəng deyir bir çaydır deyir Kolumbiyada, Cənubi Amerikada. There are a lot of mountains and take around the river. Orada deyir, onun ətrafında around the river nə var deyir? Çoxlu dağlar var. Cano'nun yəqin ki, bu crystaldır, bu adı da elə. Is popular for its different colors. So the river is, burada da river sözünün often colors, a river of five colors or liquid rainbow. Bu deyir, Cano Rivers deyir, məşhurdur deyir, onun müxtəlif rəngləri ilə deyir, buna görə də o tez-tez deyir. River of five colors, 5 rəngli çay və yaxud əriyə, maye halında göy-qurşağı adlanır. It includes various colors like red. Burada red olar. Burada red, black, blue, green and yellow. Bu deyir, müxtəlif rənglər daxildir buna. Qırmızı, qara, mavi, yaşıl və sarı. Its red color comes from a red plant growing under the river. Onun deyir, qırmızı rəngi suyun altındakı, çayın altındakı bitkilərdən gəlir. This color change depending on sunlight. O deyir, günəş şüasından deyir, neynir? Dəyişir deyir rəngini. Other colors come from black stones, green plants, blue waters and yellow sand. Digər rənglər deyir, gəlir, hardan gəlir? Qara daşlar, yaşıl bitkilər, mavi sular və sarı qumdan gəlir. To protect Cano crystal from pollution and damage, not everyone can enter the area. Bunu Cano crystal zibillənməkdən qorunmaq üçün, ziyandan qorumaq üçün hər kəs ora deyir, bu əraziyə girə bilməz, qorunur, protect olunur. Tourists need a document from government allowing them to enter the area. Turistlərə deyir, dövlət tərəfindən dokument gərəkdir ki, ora icazə olsun bu əraziyə girmək üçün. Tourists can only visit Cano crystal with a guide. Yalnız deyir, bələdçi ilə gələ bilərlər. They can book a tour to Cano crystal and enjoy this wonder of the nature. Onlar deyir, sifariş etməlidirlər deyir və bu turu sifariş etməlidirlər bu Cano crystala və bu deyir möcüzədən təbiət möcüzəsindən zövq almalıdır. But going to the river is not so easy. Amma deyir, bu çaya getmək çox asan deyil, elə də asan deyil. Visitors should first use a helicopter, then a boat and then they should go on foot. Ayaqla getməlidirlər, baxın. Deyir, bura getmək asan, elə də asan deyir. Onlar gərək deyir, əvvəl deyir, vertolyotla, daha sonra qayıqla, daha sonra isə gərək ayaqla ora getsinlər. Birinci sualımıza baxırıq. Birinci sualımız nədir? Birinci sualımızda deyir ki, doğru cavabları tapın. Correct option. Tourists. Turistlər neynəməlidir ora? Burada olacaq. Turistlər neynirdir? Tourists birincidə deyir, avoid using a boat because of its danger. Təhlükəyə görə deyir, onlar deyir, neynəməkdirlər? Qayıqla deyir, getməkdir, zonlur. Belə bir şey yox idi. Təhlükəyə görə deyildi, uzaqlığa görə idi. Can visit the place without the help of the guide? Without deyir, bələdçisiz ora getməyə icazə verilir. Xeyr, biz yuxarıda dedik ki, bələdçi ilə yalnız gedə bilirlər. Damage the environment if they travel with the tour. Əgər deyir, damage the environment, ətraf mühitə ziyan verirlər və əgər deyir, they travel with the tour, əgər deyir, tur təşkil edəcəklərsə,
Sonra burada bu da belə bir şey yox idi burada. Can visit the river by getting a special document. Yalnız deyir, ora deyir, xüsusi dokumentlə deyir, ora səfər edə bilərdilər. Bəli, orada dövlət onlara icazə vermək üçün dokument tələb edirdi. Are allowed to cruising in the area of the river. İcazə verilir ki, ora nəsə deyir, ətraf əraziyə nəsə atasan, tullayasan. Xeyr, bu da deyil. Burada onda hansı oldu? Bizim D variantımız doğru oldu. Can visit the river by getting a special document. Bu burada var idi, baxın. Tourists need document from government. Bax, budur. Mətnimizdə suala cavab veririk. Özdə necə? Correct. Doğru cavabı tapırıq. What makes Canon Crystal famous? Nə deyir onu məşhur etmişdi? Əlbəttə ki, onun nələri? The different colors in the river. Burada baxaq. A number of lakes near the lakes, göllər. Xeyr, göl heç yox idi orada. The name of adı. Xeyr, different colors in the river. Oradakı çaydakı müxtəlif rənglər. Bu qalsın. D-də the road, bura yolu. Xeyr, yola əsas çətin idi. Əksi. The number of guys coming to the area. Bir neçədir bələdçinin ora gəlinir. Xeyr, burada oldu C variantı. Aha. Doğru cavab odur. Burada isə yanlış cavabı seçəcəyik. Hansı ki, yanlışdır cümləmiz. Burada da nədən söhbət gedir? Baxaq görə. Travelers need go to the river on foot as well. Həmçinin deyir, ora ayaqla da getməlidirlər. İhtiyacları var. Bəli, ən axırda baxın. Burada on foot. Bax, burada işarə eləmişdik elə. Əsas yerlərdən biri. Bəli, bu cümlə orada var. Ona görə götürmürük. The plants grow under Canon Crystal give it red color. Bəli, burada deyirdik ki, oradakı bitkilər ona nə verirdi? Qırmızı rəng verirdi. Blackstone and yellow sand don't affect the colors. Burada don't affect deyir. Qara daşlar və deyir sarı qum deyir. Ona deyir, nəyi vermir deyir? Effekt vermir, təsir eləmir. Bu səhvdir. Digərlərini də oxuyaq. Artıq səhv cavabımızı tapdıq amma. It is difficult to go to the river for the visitors. Deyir, çətindir ora deyir getmək. Bəli, çətindir. Ən sonda demişdik. Çünki yolları bir neçə nəqliyyat vasitəsilə dəyişirdi. Canon Crystal is protected from pollution and damage. Təhlükə deyir, ziyan verilməsi və çirklənməsinə görə həmişə qorunur. Bu da var idi. Yəni bizim C variantımız artıq biz bilirik ki, nədir? Doğru variantımızdır. Bəli. Növbəti mətnimizin adını tapırıq. Mətnimizin adı nə olar sizdə? Bizim rəngarəng çayımız idi. Aha, burada deyir ki, mountains around Canon Crystal, dağları, xeyr. Bir dəqiqə. Aha. Xeyr, bu səhvdir. Olmaz. Dağları var idi, amma bizim adı o deyildi. Beybəndə a red plant growing under the river. Yalnız bundan danışmırdı ki, çayın altındakı bitəndir, qırmızı bitkilər o var idi, amma bu mətnimizə adı ola bilməz. C variantı booking a tour to Canon. Ya belə də sifariş vermək, tur sifariş vermək bura, bu çaya. Xeyr, bu da deyil. Different lakes in Colombia. Kolumbiyanın gölləri, bizdə çaydan danışır, amma burada bax budur. A unique river in Colombia. Çox sadə adı, çox qəşəng verilib bu səfər və bu da hardan tapa bilərdik? Baxın. Unique, colorful river in Colombia. Bax, mətnin adətən adı birinci, ikinci cümlədə artıq bizə məlum olunur. Və bir də sondakı, belə deyək, mətnin sonluğu ilə də belə uzlaşmalıdır. D variantı da burada neynədir? Doğru adımız oldu. Növbəti tapşırıqlarımıza keçək. Artıq məncə bir dənə də sualımız qaldı. Deyir ki, true. Doğru cavabı seçirik. Doğru cavablarımız da nədərdir? Yenə mətnə uyğun. Onunla olan cümlələrimiz ümumiyyətlə yanlış olduğuna görə bunu elə başdan only guide can book'tur. Yalnız deyir, bələdçidir. Sifariş verə bilər. Xeyr, hər kəs sifariş verə bilərdi. Sadəcə nə edirdi? Tur bələdçisi ilə, yəni və dövlət icazəsi ilə. Bir səhvdir. The sun affects the color of the river. Bəli, günəş təsir edirdi deyir çayın nəyinə?
rənglərinə. Bəli, the location of the river includes mountains as well. Həmçindir, bura deyir, dağlar daxildir, deyir, location-a, məkanındır. Və 4. Helicopter is the last vehicle to use when you... Yox, deyir ki, ən sonuncu deyir, nəqliyyat vasitəsidir. Xeyr, bax, burada bizə yazılmışdı ki, bu hissədə. Bir dəqiqə, birinci helikopterə minməliyik. Amma burada yazıb ki, sonuncu. Deməli, o səhvdir. Deməli, bizim cavablarımız hansı oldu? 2 ilə 3 cavabın kim yazıbsa, əla, düpbədüz yazıb. Keçirik növbəti qrammatikamıza nəhayət ki. Qrammatikamızda nədir? Positive case yəli əvəzliklərinə söhbət gedir. Yəli əvəzliklərinə baxırıq ki, at the owners. Bəli, biz bilirdik ki, hansısa şəxsin evində qalanda at və şəxs və at my uncles, at my aunts bu formada bizim yəli əvəzliyimiz, yəli halımız doğrudur və mənim qonşumun qapısı, burada artıq qonşunun qapısı burada da var. Mənim qonşumun qapısı green, yaşıl rəngdə boyanmışdı deyir. Bəli, burada da var. Burada niyə baxın, cəmdə verib, amma zislə. Cəm isim zislə yox, bu orada olmalı idi, zis olmalı idi. Yəni, əgər cəmdədirsə isimimiz, bizim əvəzliyimiz də cəm olmalı idi. Ona görə o səhvdir və mən sözü də kökdən dəyişir. Yəni, men olur deyə bunun cəmi mənsi ola bilməz. Ona görə də 4-də səhvdir. Demək, 1-2 C variantımız doğrudur. Yəni, 3-cü bu sualımız C variantı. Aha, bağlayıcılar düşüb, çox sadə, qəşəngdir. Nizi ilə biz bilirik ki, or işlənmir. Nizi bozla ənd işlənir, or işlənmir, səhvdir. İzi ilə nor işlənmir, o da səhvdir. Nizə ilə də ənd işlənmir. Doğru variantımız hansıdır? Nizə, nor olacaq. C variantımız yenə də nədir? Doğrudur. Bu bağlayıcıları sadəcə əzbərləməklə də düşə bilər. Passive voice, yenə də məhsul növə baxırıq. Necə? Baxıram ki, mənə nə lazımdır burada? Birinci cümləmə baxıram. Şərtim mənim edlə bitib. Deməli, mənim cümləm nədə olmalıdır? Keçmiş zamanda olmalıdır və indiki zamanları siləcəm və bizim a birthday party gələcək cümlənin qarşısına. Və mübtəda da ayda, ayını yox eləyib bayla verə bilərəm. Ayla başlayan cümlələrimi sildim. B, D getdi. A birthday party-də təkdədir və dedim ki, edlə qutarıb deyə. A birthday party-də təkdə olduğuna görə was olmalıdır ondan sonra. Bəli, düzdür. Bunu istəyirsiniz rəngli yazaq. Organize düzdür. Bu hissəsi düzdür. Biri saxlayırıq. Keçək 3C-yə baxaq. C-də səhvdir, çünki izlə verir. Bizim cümləmiz ed var. Yəni, keçmiş zamandadır. İzlə olmaz. A birthday party organize. Burada isə was yaddan çıxıb. Burada was olmalı idi. Ona görə də burada bayla verib. Bu da səhvdir. Deməli, bunlar səhvdir. Cavabımız hansı oldu? A variantı doğru variantımız oldu. A birthday party was organized last month. Keçən ay deyir, ad günü şənliyi təşkil olmuşdu. Burada isə mətnimizdə belə məlum növdəsidir. I organized a birthday party last month. Mən deyir, keçən ay ad günü şənliyi deyir. Neynəmişdim? Təşkil etmişdim. Və növbəti tapşırığımız isə bizim leksika bölməmizə aiddir. Doğru sözü cümlədə yerinə qoyacaq. Nədən söhbət gedir? I was unhappy during the fight because my seat was a window seat. Mən deyir, xoşbəxt idim, deyir, mənim uçuşum ərzində, çünki mənim oturacağım pəncərənin yanında idi. Bu niyə? Əgər xoşbəxtdirsə, burada bizim sifətimizin biri verilib. Burada mən angry, əsəbi ola bilmərəm, unless ola bilmərəm, canım sıxıla bilməz, upset, məyus ola bilmərəm. Necə olaram? Xoşbəxt olaram da, uğurlu, bəxtəvər olaram. Y variantı doğrudur. Çox sadə verilib bu sualımız. Çox qəşəng sualdır. Növbəti yenə də leksologiya, yəni söz bazasından verilib. Disturb narahat etmək, notice sezmək, attend də
daxil olmaq, iştirak etmək formasındadır və burada baxırıq. Bir nədir? To see or pay attention to somebody or something. Nəyisə görmək və yaxud neyləmək, diqqət etmək. Və B var, to be present at the event. Nədəsə iştirak etmək. B-də. C-də isə to stop somebody doing something, for example, thinking, working or sleeping. Kimisə deyir saxlamaq, dayandırmaq, nəsə edərkən və yəqin ki, narahat olmaq deməkdir. 1C. Attending dedik ki, B. 2-də A. 1C, 2A, 3B. B variantı 1C, 2A, 3B. Bəli, B variantı doğrudur. Keçək növbəti close meaning. Close meaning nə deməkdir? Biz bilirik ki, close meaning yaxın mənalı sözlərdir. Bu da çox sadə düşüb. Tired, yorğun olmaq deməkdir və exhausted də nədir? Əldən düşmək, yorğun olmaq deməkdir. A variantı doğrudur. Məsələn üçün, burada spoil, körləmək, clear, aydınlaşdırmaq, bunlar antonimdir. Tell, söyləmək, count, saymaq, repair, destroy, düzəltmək, bərpa etmək, təmir etmək, destroy, yox eləmək, strange, qəribə, ordinary, adi. Bunlar hamısı digər variantlar bir-birinə antonimdir. Bizə isə close meaning, yəni yaxın məna, tired and exhausted, yorğun, əldən düşmüş. 19-cu tapşırığımıza baxırıq ki, burada bizim if bağlayıcımız var və birinci tərəf winlə verilibsə, indiki sadə zaman, indiki gələcək zamanla veribsə, onu ikinci tərəfdə də you'dan sonra nə ola bilər? Bir dəqiqə baxaq. You'dan sonra nə işlənə bilər? S-siz feilimiz. Bəli. Has olmaz. Bir dəqiqə. Bu olmaz. Will, ifdən sonra will heç vaxt işlənmir. Ed keçmiş zamandadır. Olmaq, davam edici zamanda olmaz. Bəli. A variantımız nədir? Doğru cavabımızdır. Növbəti isə mübtədə xəbər özlaşmasıdır. Burada da bizə oflu birləşməni verib. Əgər ofdan əvvəl, həmişə söz önündən əvvəlkilərə baxırıq. Əgər söz önündən əvvəldəki mübtədə belə deyək, təkdirsə, xəbərlər də tək olur. Cəmdirsə, xəbər cəmdir. Burada pensilsə yox, biz bax bu box'a baxırıq. Box nədədir? Təkdədir. Demək bizim tək xəbərlərimiz S-nə bitənlərdir. Was, is. 2, 3. B variantı doğrudur. V-A isə cəmdədir. Olmaz. Okay, növbəti tapşırığımıza baxırıq. 21-ci tapşırığımız isə nədən ibarətdir? Burada isə bizdə nə verib? Söz önləri. Bəli. The shop which is, the house is closed weekend. Aha. Deyir ki, hansı ki deyir, bağlanıb deyir. The shop which is next to the house is closed at the. Burada olacaq at the. Bunu tapandan sonra digərlərini qoymaq olar. Həftə sonları ətlə işlənir. Burada between yazıb. Between olması üçün house, yəni evlə nəyin arasında olmalıdır. Digər tərəfdə bizə heç bir məkan verməyib. Nədənsə və yaxud oflu ifadə deyil sondakı. Ona görə işləmir. Yenə də burada da ofla işləmir. Weekendin qabağında of olmur. Ya on ola bilər, ya da ət ola bilər. Yəni C variantımızda da yenə in və yaxud into yazıb olmaz. Demək bizim variantımız nədir? B variantı doğrudur. Növbəti artikeldir. Artikelda isə oflu birləşmə one of the, özü üstünlük dərəcəsi, sifətin üstünlük dərəcəsində nə olur qabağında? Z olur. In the, inlə olan ifadə məkan bildirənlər də Z-nə işlənir. In the, D variantı doğrudur. Çox sadə işlənib. Çox sadə buraxılışdır bu. İnşallah növbəti buraxılışlar da bu formada olar. Regular, yəni qaydalı feillər. Qaydalı feillərdə bilirik ki, sonuna nə artırırıq? Ed şəkilçisi artırdığımız feillərdir. Invited, ed artırır, pressed, ed, amma build sözü built, kökdən dəyişdi. Forget elə forgot olur. Bu getdi. Set özü və yaxud grow, grew olur. Bax, bunlar qaydalıdır, getdi. Sent, sent olur. O da olmaz. Leave, left olur. Məsələn, bu da qaydalı deyil, qaydasızdır. Baxın. Qaydalı cover it, sneeze it, interest it. Hamısına et şəkilçisi artırmaq olur. E variantı nədir? Doğru variantımızdır. Yenə də söz bunları 3 dənə, yəni leksikoloji, yəni artıq get-gedə qrammatikadan çox söz birləşmələri, daha çox
tərcümə və yaxud mətnlə əlaqəli, yəni ingilis dilini artıq danışıb başa düşmək, danışmaq, dinləyib, oxuyub anlamaya, yəni bizim 4 bacarığımızı inkişaf etdirməyə olduğumuz bacarıqlara əsaslanır. Ona görə bu formada testləri tez-tez görürük. Biz indi burada isə nəyi görürük biz? Bizim növbəti sözlə olan sınağımızı görürük. Bəli. Burada isə nədən söhbət gedir? Crowded, mild, ordinary. Gəlin bunlara da baxaq. Nə deyir burada? Crowded dolu, ordinary adi və adi yumşaq və ya ərimiş, bərk olmayan. Baxaq, not unusual or different in any way. Yəni qeyri-adi olmayandır, fərqli olmayan. Having a lot of people or too many people. Crowded, kütlə dolu deməkdir. İnsanla doludan söhbət gedir. Deməli, not strong da nədir? Yəni çox da bərk olmayan. C, B və qeyri-adi olmayan da not unusual nədir? Adi, ordinary olan. 1B, 2C, 3A. Baxın, B variantı. 1B, 2C, 3A. B variantımız nədir? Doğrudur. Növbəti isə bağlayıcımızdır. Yəni, əvəzliyimizi sorun. From ifadəsi varsa, when-lə olmur, why-lə olmur. Bizim from to idi, from idi, for idi. Bunlar nə işlənirdi? Who-la, where-lə. Where did they get this unusual painting from? Haradan almışdılar onlar və who did they get this unusual? Kimdən almışdılar? 3, 4, doğru variantdır. Belə. Və bizim gəldik əsas nəyimizə? Şəkil üzrə işimizi də deyək. Daha sonra bu şəkil üzrə iş hər kəs bir formada yaza bilər. Yəni uşaqlar burada hər kəsin yazdığı sadəcə olaraq biz burada qeyd etməliyik. Nəyi? Şəkilin ardıcıllığına fikir verməliyik. Burada bir dəqiqə. Yazmağa yerimiz yoxdur, yoxsa bunu yazardıq. Nə deyir? Birincidə baxırıq ki, belə deyək, birinci şəklə biz verə bilərək ki, belə deyək. It was sunny day. Ali and his mother was at the picnic. Picnic. Harda? Piknik. Deyək ki, burada nə görükür bizə? Near the village. Kəndin yanında. Sonra burada deyək ki, suddenly Ali turned back and saw a small elephant behind him. Onun arxasındadır. Qəflətəndir, əli geri döndü və arxasında. Belə deyək də, burada yazılarını oxuyalım. Günəşli bir gün idi. Əli və onun anası, belə deyək, kəndlərinin yanında piknikdə idilər. Qəflətən Əli arxaya döndü və balaca bir fildir arxasında. Balaca bir fil gördü. Belə deyək, the elephant was very kind. Ali gave it banana. Belə yazırıq, banana. And axırda nə gəlir? Deyir ki, burada kimlər gəlir bunu? And then kimlər gəlsin bunu aparsınlar?
Zoopark işçiləri deyək ki, gəlib bunu neynədilər? Apardılar. Və o geri məsələn üçün. Və yaxud burada nə var? Circus deyir. Gəlin yazaq. Deyir ki, and then the circus sirk işçiləri, the circus workers came and took the elephant back to the circus. Belə yazaq məsələn üçün. Necə yazırdıq ki? Aha, burada yer açmaq istəyirəm. Took the elephant back to the circus. Yəni burada artıq biraz qarışıqlıq oldu. Amma ümid edirəm ki, aydın olar. Bu formada yazmısınızsa, zaman uzlaşmasına fikir vermisinizsə, qəşəng tam bal ala bilərsiniz. Və bütün şəkilləri təsvir etmisinizsə, hər birinizə uğurlar. Bu qədər. Sağ olun.